Hər hansı bir ölkədə bir ailənin yeni dünyaya gəlmiş övladına şəxsiyyət vəsiqəsi alması, yəni kimlik alması, şinasnamə alması nə qədər zaman alır? Salam dəyərli izləyənlər. Mən Əli Rza Quluncu Amerikanın səsində Təbrizin gündəmi proqramının birinci bölümü ilə xidmətinizdəyim. İranın müxtəlif şəhərlərində, xüsusən Azərbaycan bölgəsində, eləcə də Əlbur, Tehran və Gilan kimi ustanlarda bir çox ailə aylar və hətta illərdir övladına seçdiyi türk adı ilə kimlik ala bilmir. Təbrizdə Səfəri ailəsi təqribən 6 ay öncə dünyaya gələn Sevgi, Elşən və Elnur adlı üçüzlərinə bu yaxınlarda kimlik ala bildi. Normal yollardan deyil, məhkəmə yoluyla. Və ya Culfada Mehrəlibəyli ailəsinin oğlu Huntay 6 il kimlik olmadan yaşadı. Urmiyədə Babapur ailəsi 5 ay hüquqi mücadilədən sonra Alpaslan adını yazdıra bildi. Təbrizdə Əvəzpur ailəsi Alpaslan adı üçün 27 ay mücadilə etmişdi. Ərdəbildə Colani ailəsinin uşağı dünyaya gəldikdən 9 ay sonra Ayıl adı ilə kimlik sahibi oldu. Bir çox ailə övladına türk adı vermək üçün aylar və hətta illərlə ağır zəhmətlər və çətinliklərə düşür. Dəfələrlə şəhərin səbt əhval idarəsinə müraciət etmək nəticə vermir. Ustanın mərkəzinə gedir. Sonra Tehranın yolunu tutur. Baş idarəyə gedir. Nəticə ala bilməyənlər bu dəfə məhkəməyə gedir. İş bəzən təcrid nəzər, təmyizə qədər uzana bilir. Bəzi ailələr sonunda seçdiyi adla kimlik ala bilir. Ancaq bəziləri də vazgeçib başqa bir ada razı olur. Yoxuş çox azdır, baxışlar da yazdır. Əllərimiz qazdıqca qazdıq, qışın sonu yazdır. Başardıq, başaracağıq. Ancaq ailələrin düşdüyü zəhmətlər və çətinliklər bununla bitmir. Aylarla, hətta illərlə kimliksiz qalan uşaqların ailələri dövlətin sağlıq xidmətləri və digər servislərindən yararlana bilmir. Onlar bu xidmətləri yüksək məbləğlər ödəyərək özəl sektordan almağa məcbur olurlar. Sayın izləyənlər, keçən illərdə qeydiyyat şöbələri Alporhan, Sevgi, Duyğu, Yağış, Oğuzkan, Onur, Alpaslan, Atakan, Ayıl, Hakan, Anar, Əmrə, Çarı, Türkay, Baycan, Elnur, Manas, Volkan, Dolunay, İlkay, Ozan, Atalay, Huntay, Alihan və Elşən kimi adlara kimlik verməyi rədd ediblər. Səbt əhval idarələri adların İrani və İslami olmadığını irəli sürərək, bəzən də adların listədə, siyahıda olmadığını irəli sürərək kimlik verməyi rədd edirlər. Son zamanlar gündəmə gələn bəzi örnəklərdə isə bəzi adlar yazılışının fars dilinin yazı üslubuna uyğun olmadığı üçün rədd edilir. Türkçə adlarla bağlı başqa bir problem də budur ki, misal üçün bir şəhərdə bir ailənin verdiyi mücadilə nəticəsində məhkəmə yolu ilə qeydə alınan bir ad daha sonra eyni bölgədə və ya digər şəhərlərdə başqa ailələrə verilmir. Yəni, məhkəmənin qərarı əmsal təşkil etməli idi. Amma bu belə olmur. Misal üçün, Türkay, Alpaslan, Sevgi və Elşən kimi adların daha öncə məhkəmə yoluyla qeydə alınmasına baxmayaraq, son aylarda Urmiyədə, Təbrizdə və Salmasda həmin adları seçən bəzi ailələr təkrar məhkəməyə müraciət etməli olublar. Urmiyədə yaşayan araşdırmacı və türkcə insan adları sözlüyünün yazarı Fərhad Cəvadi deyir ki, uşağa, dükana və ya şirkətə türk adı seçməklə bağlı müəyyən önləyici bir qanun yoxdur. Ancaq idarəyə
səbt əhval idarələrinə tapşırırlar ki, bir cür edin ki, türk adı qoyulmasın. Elə bir şərait yaradırlar ki, adam gedir, gəlir neçə gün və sonra yorulub vazgeçir. Dəyərli izləyənlər, siz övladınız və ya iş yeriniz üçün seçdiyiniz bir adı səbt etməkdə problem yaşadınızmı? Özünüz və ya yaxınlarınızın yaşadığı təcrübələr haqqında bizə yaza bilərsiniz. Bir dahaki Təbrizin gündəmi proqramına dək sağlıqla qalın.